Salam dəyərli tələbələr, hər birinizi xoş gördük. Mən Nurhəngiz Abiyeva. Bu mənim YouTube üçün çəkdiyim ilk videodur. Ona görə də videoya başlamazdan əvvəl kanalıma abunə olsanız çox şad olaram. Çünki mən bundan sonra da YouTube üçün müxtəlif videolar paylaşacağam. Bunların içərisində magistratura ixtisas seçiminə aid videolar da olacaq. Məqsədim odur ki, magistratura ixtisas seçiminə qədər sizin öz ixtisasınız haqqında məlumatınız olsun. Çox uzatmadan keçək videoya. Bu videoda mən magistratura haqqında məhz sizdən gələn sualları cavablayacağam. Nə üçün sizdən gələn? Çünki sizin ünvanladığınız suallar adətən il ərzində tələbələrin mənə ünvanladığı suallarla eynidir. Həmçinin də aktual mövzuları əhatə edir. Ona görə də elə suallar sizə ünvanladım ki, cavablarım hər birinizə maraqlı olsun. Sualları Instagram storyimdə paylaşmışdım. Artıq gəlib və buradan seçib cavablamağa başlayacağam. İlk sualımız, imtahana gedəndə özünüzlə hansı sənədləri aparmalıyıq? İmtahana gedəndə sizə lazım olacaq buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi. Buraxılış vərəqəsi də imtahana az qalmış elan olunur və siz sayta daxil olub onu çap edirsiniz. Həmin buraxılış vərəqəsində sizin hansı məktəbə düşdüyünüz, həmin məktəbin ünvanı, düşdüyünüz sinif, parta nömrəsi, sıra nömrəsi hər biri qeyd olunur. Onu da qeyd edeyim ki, magistratura imtahanında bir otaqda hər kəs tək-tək ayrı-ayrı partalarda əyləşir. Bundan əlavə imtahanda sizə lazım olacaqdır yercəkli qələm, yəni el arasında dediyimiz ruçka, daha sonra sadə karandaş və pozdan götürməyiniz məsləhətdir. Növbəti suala keçək. Cavablarımız, yəni ballarımız nə vaxtda çıxır və kodlaşdırma nə vaxt başlayır? İmtahan cavablarınız 95 bal üzərindən olan 3 gün ərzində çıxır. Esse isə 6 həftə ərzində elan olunur və sizin ümumi balınızın üzərinə gəlir. Kodlaşdırma da hər il adətən iyun ayının sonu, iyul ayının əvvəlləri başlayır. Artıq 3 ildir ki, iyul ayının 11-nə 12-sinə qədər bu proses çəkir. Yəni təxminən 7-10 gün arası vaxt verilir kodlaşdırma üçün sizə. İki imtahandan hansı ən yüksək nəticədirsə o sayılır, yoxsa ən axırıncı hansıdırsa o. Siz iki imtahana girirsiniz, hansı bal yüksəkdirsə həmin yüksək balı seçə bilirsiniz. Fərqi yoxdur, bu yüksək bal birinci imtahandan olub, yoxsa ikinci imtahandan. Kitabça özümüzdə qalırmı? Bəli, əgər imtahanın sonuna qədər əyləşsəz, kitabça sizdə qalır. Yox, əgər əyləşməsəz, kitabça sizdə qalmayacaq. Ballar keçən ilki ilə müqayisədə maksimum nə qədər oynaya bilər? Bunu indidən təxmin etmək çətindir. Əvvəlcə imtahan olmalıdır. Hər iki imtahan olduqdan sonra biz artıq həmin imtahanların səviyyəsini keçən ilki imtahanla müqayisə eləyəcəyik. İmtahan əgər keçən ilkindən çətindirsə, bu deməkdir ki, ballar düşə bilər. Yəni tələbələr aşağı nəticə toplayır el olanda. Yox, əgər imtahan keçən ilkindən asandırsa, tələbələrin nəticələri də yüksək olur və bu zaman balda artma müşahidə olunur. WhatsApp kanalınıza necə qoşula bilərəm və self-study'nin ödənişini deyə bilərsinizmi zəhmət olmasa. Məndə WhatsAppda kanal deyil, qruplar açmışam və daimi olaraq storylərdə qrup linkini paylaşıram. Instagram storydən qoşula bilərsiniz və ödənişsizdir. Self-study proqramı 45 günlük magistratura imtahanına qədər sizi aparacaq və heç bir ödəniş tələb olunmur sizdən. Kodlaşdırmaya nə qədər vaxt ayırmaq lazımdır? Yarım saat bəsdirmi? Adətən biz tələbələrə deyirik ki, yarım saat ayırın, ancaq yarım saat ayıran tələbələr çox az olur. Adətən 10-15 dəqiqə ayırırlar və bu da onların tələsməyinə, sürüşdürmə etməyinə səbəb olur. Tam yarım saat da yox, 15 dəqiqə də yox, 20-25 dəqiqə arası ayırsanız kifayət edəcək. Amma mütləq şəkildə 20-25 dəqiqəni ayırın. Fikrinizdə 25 dəqiqə tutub kodlaşdırmaya 10 dəqiqə ayırmayın. Bu faydalı olmur. Siz tələsirsiniz, sonra səhv edirsiniz. Salam, mən evdə hazırlaşıram, zəifəm, sizinlə irəliləyirəm. 45 gün ərzində real yaxşı bal yığa bilərəmmi? Əgər sıfırdan başlayırsınızsa, 45 gün ərzində ən azı minimum keçid balını keçə bilirsiniz. Keçidlər də biz 40, 45, 50 ixtisasa görə dəyişir. Əgər birinci imtahanda minimum keçid balını keçsəz, artıq müəyyən qədər sizdə arxayınlıq yaranır və ikinci şans imtahanında da yaxşı nəticə əldə edə bilərsiniz. Sizcə ballar düşəcəkmi və dövlət sifarişli yerlər artırılacaqmı? Dövlət sifarişli yerlər demək olar ki, hər il artırılır. Balların qalxıb düşəcəyini də az əvvəl dediyim bu imtahanın səviyyəsindən asılı olaraq təyin olunacaq. Rus dilindən 15 sual mətnlərlə bağlıdırsa, digər 10 sual nə ilə bağlıdır? Bu həm rus dilinə, həm də digər xarici dillərə aiddir. 15 sual mətnə aiddir. Bu 15 sualdan 5-i dinləmə mətni, onu isə, yəni 5-5 oxuyub anlama, reading mətnləridir. Geri qalan 10 sual isə 5 balı essedir, yəni esseni yazsız 5 bal üzərindən qiymətləndirilir, 0-5 bal arası. Geri qalan 5 sual isə qrammatika ilə bağlıdır. Bunu da hər bir qrammatika deyil, cümlə qurmaq, sözləri tamamlamaq bu kimi suallarda düşür. MBA-dan sonra doktorantura oxumaq mövzusu 1.5 illik və 2 illik MBA fərqi. Siz əgər il yarımlıq MBA proqramını seçsəniz, 1 ili tam,
bir ili isə yarım oxuyursunuz və sonda sadəcə aralıq imtahanlarını verdikdən sonra universitetlərə sağollaşıb diplomunuzu əldə edə bilirsiniz və belə olan halda sizin doktoranturaya sənəd vermə şansınız olmur. Ancaq 2 il oxuduqda siz 2 ilin sonunda dissertasiya müdafiə edirsiniz və doktoranturaya keçid əldə edə bilirsiniz. 2 illik ilə 1.5 illiyin fərqi budur. Əgər sizin əvvəldən doktorantura oxumaq fikriniz yoxdursa və yaxud da gələcəkdə elə bir planınız yoxdursa, heç 2 illik MBA-nı seçmənizə ehtiyac yoxdur. İxtisas seçimi zamanında jurnalda bilinir onsuz da. Yuxarılara yazılır ki, bu ixtisas 1.5 illik idi, bu isə 2 illik idi. İxtisas seçərkən buna diqqət edib elə seçmək lazımdır. Birinci dəfə 30 yığmışdım keçən oxumadan, indi isə disiplinli oxuyuram. Sizcə neçə bal yığa bilərəm? Əgər siz oxumadan 30 bal yığa bilirsinizsə, bu deməkdir ki, sizin ümumi məntiq, informatika və xarici dildən baza biliklərinizin cəmi 30 bala bərabərdir. Yəni siz bu ildə əgər oxumadan getsəz 29-30 bal arası yığarsınız. Çalışsaz artıq bu 30 balın üstünə gəlməlidir sizin balınız. Qismən çalışsaz 40-45, yaxşı oxusaz 50-55-60 bal arası toplaya bilərsiniz. MBA-da ixtisasların hamısı ingilis dilinə tədris edilirmi? Xeyr, MBA-da Azərbaycan bölməsi də var, ingilis bölməsi də var, rus bölməsi də var. Necə digər ixtisaslarda varsa, MBA-da da o formadadır. Magistr qiyabi oxumaq olurmu işləyənlər üçün? Xeyr, təəssüf ki, ölkəmizdə magistrın qiyabisi üçün plan yeri ayrılmır. Ad olaraq mövcuddur, amma heç bir universitetdə siz jurnalda tapa bilməzsiniz qiyabi magistr. İngilis dilindən qayda oxumadan mətn və dinləmələrlə yeni sözlər öyrənib 10-15 düz yazmaq olarmı? Ümumiyyətlə, ingilis dilində cəmi 5 qrammatika düşür, amma qrammatikanı bilsəniz sizə üstünlükdür. Çünki adi reading mətnlərində belə siz qrammatika ilə cümlənin başını ayağını tuta bilirsiniz də, belə doğru dildə desək. Ona görə qrammatika mövzuları çox çətin deyil. Onlar da günə 3 listening, 3 reading işləyəndə əlavə də bir qrammatika videosuna baxsaz, onu da öyrənsəz sizə faydalıdır. Yəni videolar qısa olur onsuz da, maksimum 20 dəqiqə olur. Baxırsınız, hərəsinə aid də 20-30 test işləsəz artıq qrammatikanı mənimsəmiş olursunuz. Əgər sizin söz bazanız varsa, reading, listening işləyə bilirsinizsə, qrammatika sizin üçün 2/2 olmalıdır və ona görə niyə bal itirəsiniz ki? Sizcə birinci imtahanmı yoxsa ikinci imtahanmı çətin olar? İmtahanların səviyyəsi yuxarı-aşağı eyni olur. Sadəcə bəzi imtahanlarda bəzi fənlərin çətin sualları çox gözə batır. Digər imtahanda isə fərqli bir fənnin çətin sualı gözə batır. Məsələn, birinci imtahanda ola bilər ki, məntiqin çətin sualları böyük olur, həcmli olur və sizə elə gəlir ki, məntiq bu imtahanda çətin düşmüşdü. Digər imtahanda isə informatikadan daha gözə gəlinli, böyük, geniş suallar olur. Onda tələbələr deyir ki, bu dəfə informatika çətin düşmüşdü. Amma əslində sual nisbəti eyni olur. Hər fəndən çətin, orta və asan suallar bütün imtahanlarda eyni sayda bölünür. Magistraturada birinci kursda oxuya-oxuya universitetdə necə qalıb işləyə bilərəm, hara müraciət etməliyəm? Magistr birinci kursunuzsa sizə ümumiyyətlə dərs verilmir, yəni seminar və mühazirə dərsi heç bir halda verilmir. Sadəcə siz tutorluğa, akademik məsləhətçi olaraq müraciət edə bilərsiniz. Əgər fakültənizdə və yaxud da qonşu fakültələrdə vakant yer varsa, siz tutor kimi başlaya bilərsiniz. Mən magistr oxuduğum ildə bizim qonşu qrupda bir tələbə var idi birinci kursdan və o artıq ikinci kursa başlayanda həm də akademik məsləhətçi olaraq işə başlamışdı. Amma sırf dərs deməyi nəzərdə tutursunuzsa, sizin mühazirə dərslərinə girə bilməyiniz üçün elmi dərəcəniz olmalıdır. Bunun üçün də doktorantura oxumaq lazımdır. Seminar dərslərinə girmək üçün isə ən azı magistrdan məzun olmalısınız. İmtahan neçə saat olur və kalkulyator olurmu imtahanda? İmtahan ümumi 95 sual cavablamaq üçün 3 saat olur, əlavə yarım saat essaya verilir. Yəni essenin vaxtı bu birisi vaxta qarışmır. Sizdə cavab kartlarını yığırlar, sonra esse kartlarını paylayırlar ki, ora esseni yazasınız. Kalkulyator xeyir, SAT imtahanı qədər çətin olmur bu imtahan. Asan riyazi hesablamalar olduğu üçün kalkulyatora ehtiyac olmur. Şəxsi kabinet kodumu itirmişəm, nə edə bilərəm, deməmi gedim. Əvvəlcə siz düşünün, şəxsi kabinetdəki məlumatlarınız sizin indi istifadə etdiyiniz məlumatlarla eynidirmi? Yəni nömrə, mail, bunlardan hər hansı birini hal-hazırda siz istifadə edirsinizsə, elə özünüz parolu unutmuşam edərək öz şifrənizi yeniləyə bilərsiniz. Yox, əgər heç bir halda heç bir məlumatınızı xatırlamırsınızsa, bəli, bu zaman timə yaxınlaşmaq lazımdır. Çok şükür yarabbim. Məni də qruplara əlavə edə bilərsiniz, zəhmət olmasa. Bu arada sizi çox sevdim, çox sağ olun, təşəkkürlər, minnətdaram. Qrupların dediyim kimi linkini storydə paylaşıram. Gündəlik ilə storyləri izləsəniz, qrupların ən azı birinin linkini görəcəksiniz. Bütün qruplarda da eyni konseptdədir. Birinə qoşulsanız, yəni müzakirələrə qoşulmuş olursunuz. Salam, informatikanı necə öyrənək ki, çox yadda qalsın öyrənmə metodları. İnformatikada ən geniş yayılmış öyrənmə metodu yaza-yaza öyrənməkdir. Həm səsli oxuyun ki, sizin qulaq yaddaşınızda qalsın, həm də yaza-yaza öyrənin ki,
sizin göz yaddaşınızda da qalsın, əzələ yaddaşınızda da qalsın. Və çalışın boş PDF-dən, boş kitabdan oxumayın. Oxuduğunuz yerlərdə üzərini highlighter markerlə qaralayın və yaxud da altından xətt çəkin ki, biləsiniz ki, bu hissə əsaslı, mən buna daha çox diqqət yetirməliyəm. Elə olanda daha yadda qalır, nəinki boş kağızda oxumaq. İmtahanda xarici dil seçimi sərbəstdir. Alman dili üzrə sınaqlar hardan tapa bilərik? Bəli, əgər sizin ixtisasınız xarici dillə bağlı deyilsə, hər hansı bir dil bariyeriniz yoxdursa, istədiyiniz xarici dil seçə bilərsiniz. 4 dil seçimi var. Rus, ingilis, alman və fransız. Bunlardan birini seçə bilirsiniz. Alman dili üzrə təəssüf ki, mənbə azdır. Yəni mənim özümdə belə sınaqlar yoxdur ki, mən onu self-studylərə göndərim, onlar işləsinlər. Hər hansı bir müəllimin ödənişlə tələbələrinə verdiyi resurslarda paylaşmaq mənə etik gəlmir deyə onları da tapıb paylaşmıram təəssüf ki. Ancaq DİM-in OTK-nın sınaqlarında alman dilinə də yer ayrılıb. Elə OTK-nın saytına daxil olub, orada magistr xarici dil alman dilini seçib sınaqlara qatıla bilərsiniz. Ən düzgün vaxt bölgüsü hansıdır? Sualları hansı ardıcıllıqla işləyək ki, vaxt qazanaq? İmtahanda birinci ingilis dilindən başlamaq lazımdır. Onsuz da imtahana başlayan kimi siz listeningi dinləyirsiniz və 5 sual buradan gedir. Daha sonra 5 sualda essay üçün ən axırda sizə yarım saat vaxt verilir. Ortada qalır cəmi 15 sual. 10 reading sualı, 5 qrammatika sualı. Onu da elə imtahan başlayandan sonra, listingdən sonra tezbazar həll eləyin. Yəni diqqətli və tezbazar nəzərdə tuturam. Sonra keçin o birisi fənlərə, informatika və məntiq. İnformatika və məntiqdə də tövsiyəm odur ki, konkret bir fənnin üzərinə ilişib qalmayın. Əvvəlcə vərəqləyin sualları. Hansı suallar gözünüzə asan görünürsə, hansıları bilirsinizsə, əvvəlcə onları işləyin, daha sonra isə vaxt aparan suallara qayıdın. Bir suala da 5-10 dəqiqə vaxt ayırmağa ehtiyac yoxdur. Çünki imtahanın vaxtı elə bölünür ki, 3 saat ərzində 95 suala siz hər birinə maksimum 1 dəqiqə yarım, 2 dəqiqə, çox asan suallara 30-40 saniyə vaxt ayırsaz, o sualları çatdıra bilirsiniz. Yəni bir sualın üzərində 10 dəqiqə, 15 dəqiqə fikirləşsəz, sizin 95 sualınızın heç birinin cavabı doğru düzgün olmayacaq. Baxın suala, gördünüz ki, ümumiyyətlə bu sual sizlik deyilsə, o sualı saxlayın. Ən axırda vaxtınız qalsa, onu da eləyərsiniz. İnformatika təhlükəsizliyi mövzusu magistr proqramı ilə heç yerdən tapa bilmirəm. Bu mövzu dövlət qulluğunda əvvəl olub. Dövlət qulluğu adı ilə əgər axtarsaz, PDF tapa bilərsiniz. Hələlik bu illik demək olar ki, tələbələrin əksəriyyəti ilə dövlət qulluğu proqramı ilə gedəcək. Növbəti ildən artıq daha təkmil magistr proqramına da salınacaq, tələbələr oxusun deyə. İndi sadəcə çox az müddət qalmış elan olundu deyə hər hansı bir kursda, yəni magistr kursunda ona aid material və test yoxdur. Onsuz da ilk ildir deyə çox çətin sual da salmazlar. Bu da elektron hökumət kimidir. Sadəcə hər kəsin biləcəyi tipdən yəqin ki, bir sual salarlar. Artıq növbəti ildən daha təkmil suallar gələcək. 0 olan biri bu şəkildə self-study ilə qəbul ola bilərmi? Ən azından ikinci imtahanda. 0 olan biri self-study proqramı ilə yaxşı oxusa, ən azı minimal keçid balını keçə bilər. İkinci imtahanda da biliklərini təkmilləşdirib yaxşı bal toplaya bilər, bəli. Əsas odur ki, birinci imtahanda minimal keçid balını keçin ki, sizin motivasiyanız ölməsin. Düşünməyin ki, yəni mən kəsildim, artıq məndə alınmır. Ona görə deyirəm ki, ən azı minimal keçid balını keçmək lazımdır. İxtisas seçimi zamanı nələrə diqqət etməliyik? İxtisas seçimində hələ çox var. Ona görə də hələ ki, ixtisas seçimi haqqında danışmaq ehtiyacı duymuram. Yaxın zamanda artıq həm YouTube kanalımda, həm Instagram və TikTokda ixtisas seçimi haqqında videolara başlayacağam. Həm siz fərqindəlik yaşayasınız deyə, həm də ixtisas seçimini kimə həvalə etmək olmaz, kimə gələcəyinizi etibar etməməlisiniz başlıqlı videolar paylaşacağam ki, fərqindəlik yaşayasınız dediyim kimi. Salam, qeydiyyatım rayondadır. Faktiki yaşadığım ünvan Bakı şəhəridir. İmtahanı Bakıda verə bilərəmmi? Ümumiyyətlə, bu məsələyə aydınlıq gətirmək istəyirəm. Siz şəxsi kabinetdə faktiki yaşayış ünvanına hansı yeri qeyd etmisinizsə, imtahana ora düşürsünüz. Siz, məsəl üçün, 4 il əvvəl bakalavra imtahan verəndə faktiki yaşayış ünvanı yazmısınız Naxçıvan və onu magistr üçün dəyişməmisinizsə, gedib imtahanı Naxçıvanda verməli olacaqsınız. Hər il nə qədər yüzlərlə belə tələbə olur ki, faktiki yaşayış ünvanına fikir vermir deyə gedir fərqli-fərqli rayonlarda, Gəncədə, Naxçıvanda imtahan verməli olur. Yəni bunu mütləq şəkildə baxın. Əgər şəxsi kabinetinizin şifrəsini bilirsinizsə, daxil olun, orada faktiki yaşayış ünvanına baxın. Doğrudursa heç, səhvdirsə o məlumatı yeniləyin. Yox, əgər şəxsi kabinetinizin şifrəsini ümumiyyətlə bilmirsinizsə, indidən yeniləyin. Çünki qeydiyyat başlayanda DİM-ə müraciət çox olur. Şəxsi kabinetinizin şifrəsini yeniləməklə bağlı çətinlik yarada bilər sizin üçün.
Bir ixtisasdan 2 dəfə yazılıbsa, hansı az, hansı rus bölməsidir? Adətən birinci yazılan Azərbaycan bölməsi, ikinci isə rus bölməsi olur. Pulsuza düşmək haqqında sual verəcəydim. Balı hardan öyrənim? Bakı Dövlət Fizika Fakültəsi Azərbaycan bölməsi. Magistr 5 jurnalından baxa bilərsiniz. Orada universitet ayırıb, Bakı Dövlət Universitetini tapıb fizikaya aid ixtisaslara baxa bilərsiniz. Mötərizənin kənarında olan ballar ödənişli ixtisasların balı, mötərizənin içərisində olan isə dövlət sifarişli ixtisasların balıdır. Bütün ixtisasların 2 illiyi varmı MBA-da? Bəli, MBA hər zaman 2 illik olub deyə demək olar ki, bütün ixtisasların 2 illiyi var. Sadəcə əksər ixtisasların həm də 1.5 illiyi var. 2025-ci ildən qüvvəyə minib 1.5 illik MBA təhsili. Bəzi ixtisaslarda həm 2 illik, həm də 1.5 illik tədris var. Mən bakalavr ödənişli oxumuşam, məcburi köçkünəm. Magistrda da bizə elə bir şans varmı? Bəli, dövlət universitetlərində yenə də yalnız bir dəfə magistri dövlət sifarişli əsaslarla oxuya bilərsiniz. Ancaq bu özəl universitetlərə aid deyil. Mən rus bölməsini bitirmişəm. Magistr imtahanında rus dili seçə bilərəmmi? Xarici dil kimi. Bir şərtlə siz bölməni Azərbaycan seçməlisiniz. Azərbaycan bölməsi üzrə xarici dili rus dili seçə bilirsiniz. Amma rus bölməsi üzrə xarici dili rus dili seçə bilməzsiniz. Bu zaman artıq fərqli bir xarici dil seçməlisiniz. İngilis dilində tədris haqqında məlumat. Əgər siz magistrda tədrisi ingilis dilində olan bir ixtisas oxumaq istəyirsinizsə, prioritetiniz ödənişli oxumaqdırsa, minimum 15 ingilis dili yazmalısınız və esse-dən də minimum 2 bal almalısınız ki, sistemdə sizdə tədris ingilis dilində olan ixtisaslar açılsın. Yox, əgər dövlət sifarişli əsaslarla təhsil almaq istəyirsinizsə, minimum 20 bal ingilis dilindən yazmalısınız və yenə də esse-də 2 bal limiti burada da keçərlidir. Əgər dediyim limitləri keçməsə, tutalım 15 ingilis dili yazmısınız, amma 2 bal esse yaza bilməmisiniz, 20 ingilis dili yazmısınız, amma 2 bal esse yazmamısınız, bu zaman sizdə sistemdə tədris ingilis dilində olan ixtisaslar açılmayacaq, yalnız Azərbaycan bölməsi üzrə ixtisaslar açılacaq. Minimum ballar, daha detallı versəydi sual daha yaxşı olardı. Bilmədim, siz fənlərin minimum keçid balını deyirsiniz, yoxsa ümumi ixtisasların minimum keçid balı. Rəy bölməsinə yazarsınız, daha detallı cavablayaram. Bu qədər. Demək olar ki, bütün sualları cavabladım. Əlavə hər hansı bir sualınız varsa, bu videonun rəy bölməsinə və yaxud da Instagramda tez-tez açdığım sorğularda soruşa bilərsiniz. Bundan sonra YouTube'da daim videolar paylaşacağam və istəyərəm ki, sizin də suallarınızı videolarımda cavablayım ki, qaranlıq heç nə qalmasın. Videonu bəyəndinizsə like etməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, hələlik.